Herkese salam, mən Asiya. Kanalıma və videoma xoş gəlmisiniz. Bu videoda istəyirəm buraxılış və blok imtahanından ümumi necə 648,6 bal toplamışam, bu haqda danışım. Mən buraxılış imtahanından 274 bal, blok imtahanından 374,6 bal toplamışam. Ümumi 648,6 və bu videoda da istəyirəm necə bu balı toplamışam, bu haqda taktikalarımı və tövsiyələrimi də sizinlə bölüşüm. O zaman videoya keçək. Birinci və ən önəmli məqamlardan biri düzgün rejim və plandır. Mənim ümumiyyətcə 11-ci sinifdə ciddi rejimim olub. Rejim dedikdə ilk öncə yatmaqdan danışmaq istəyirəm. Mən həmişə saat 7-də durub 10-da yatan biri olmuşam. Yəni nə gec durmuşam, nə də gec yatmışam. Rejimimi heç vaxt pozmamışam. 7-də durub ilk öncə oxumaqlarla başlamışam. Beynimiz təmiz olur və informasiyanı daha tez qəbul edir. Mən 4-cü qrup üzrə hazırlaşırdım və ona görə də biologiya, fizika və kimya ilə məşğul olurdum, blok fənlərindən və həmişə biologiyanı oxumaqla başlamışam. Digər fənlərdən daha çox biologiya oxumaq üstünlük təşkil edirdi. Ona görə ilk öncə həmişə səhərlər biologiyanı oxumuşam. Hər gün 2-3 hazırlığım olurdu. 3 hazırlıqdan sonra məncə o hazırlığın keyfiyyəti olmur. Rejimdə düşünürəm ki, yemək də önəmlidir. Yəni diyet falan bu kimi şeylərlə vaxtınızı itirməyin. Yəni diyet həmişə tuta bilərsiniz, amma imtahan ərəfəsində diyet tutmayın. Çünki sağlamlığınıza ziyan ola bilər, immunitetiniz düşə bilər, xəstələnə bilərsiniz, bu dərslərinizdə geri ata bilər. Dərs elədiyiniz yerdə həmişə suyunuz olsun. Yəni bitirdikcə doldurun, için. Və bir də gündə neçə saat dərs oxurdum, bunu da demək istəyirəm. Ümumiyyətcə saat 7-də durdum, 10-a qədər dərs oxurdum. 7-dən 10-a qədər təbii ki 15 saat eləyir, amma mən 15 saatın içində 15 saat dayanmadan dərs oxumamışam. Yeri gələndə hazırlıqlara qoşulmuşam, yemək yemişəm, istirahət eləmişəm. Bunlara çıxsaq gündə 8-9 saat dərs eləyirdim. Qətiyyən gecələr dərs eləmirdim. Çünki düşünürəm ki, gecə elədiyimiz dərsin çox da bir keyfiyyəti yoxdur. Gecə dediyim, yəni saat 12-də, 1-də, yəni bu saatlarda qətiyyən dərs eləmirdim. Təbii ki, istirahətinizə də önəm verin. Gəzə bilərsiniz, yürüyüş eləyə bilərsiniz. Və plan hissəsinə gələk. Ümumiyyətcə düşünürəm ki, rejim qədər plan da önəmlidir. Yox ki, hər hansı bir hazırlığınız var və dərsiniz var. Onu ağlınızda tutmaqdansa, tutaq ki, yəni düşünürsünüz ki, bu gün riyaziyyatım var və riyaziyyatı eləməliyəm, sonra Azərbaycan dilini eləməliyəm. Yəni hər hansı bir dəftər götürün, kiçik bir dəftər, fərq eləmir və ora gün ərzində nələr eləyəcəksiniz, onları plan şəklində yazın. Və elədikcə hər birini, yəni tik qoyun, hər birini işarələyin, yəni tutaq ki, ki, bunu eləmişəm. Düşünürəm ki, bu biraz motivasiyanı artırır. Məsələn, mənim belə plan dəftərim var idi. Hətta bu bitdi, mən yenidən tutdum. Yəni, bu şəkildə yazmışam və məsələn, bura qədər mənim bir gün ərzində eləyəcəyim şeylərdir, hətta bundan çox da ola bilər. Tutaq ki, birinci yazdığınızı eləyin. Elədikdən sonra bunu işarələdikdən sonra digərinə keçin. Bitirməmiş digərinə keçməyin. Əsas da önəmli budur. Çünki plan qurmadıqda düşünürəm ki, günün sonunda baxırsınız məsələn, yəni düşünürsünüz ki, gün ərzində mən nə eləmişəm və görürsünüz ki, yəni heç nə eləməmişəm. Yəni bunu eləyə bilərdim, bunu eləyə bilərdim. Yəni düşündükcə istər-istəməz insanın motivasiyası düşür və deyir ki, yəni daha yaxşı eləyə bilərdim, günümü daha verimli keçirdə bilərdim, amma keçirdə bilməmişəm. Ona görə bunun üçün plan tutmaq çox yaxşı bir şeydir. Mən həmişə planla eləmişəm və günün sonunda yəni elədiklərimə baxmışam və demişəm ki, həqiqətən bu günüm çox verimli keçib, çox şey eləmişəm. Məsələn, elə günlər olub az eləmişəm, eləyə bilməmişəm çox və biraz modumu düşürüb. Amma yəni çox vaxt plan dəftərimə baxırdım, elədiklərimə baxırdım və bu mənim motivasiyamı artırırdı. Yəni çünki görürdüm nə qədər şey eləmişəm. Planın bir şey yaxşıdır ki, gün ərzində nə edirsinizsə, yəni nə etməlisinizsə daha doğrusu hamısını edirsiniz. Bu təkcə dərs üçün deyil təbii ki. Yəni ev işi də ola bilər və ya başqa bir şey də ola bilər. Yəni ümumiyyətcə hər işdə məncə plan qurmaq çox yaxşıdır. Və digər bir taktikamdan danışmaq istəyirəm. Mən bunu 11-ci sinifdə eləmişəm. Bunu əslində mənə mamam öyrədib. Yəni onun taktikasıdır. Yenə də demək istəyirəm. Yəni düşünürəm ki, həqiqətən çox əlverişli bir taktikadır. Taktika bundan ibarətdir. Hər hansı bir test kitabı, tutaq ki, test topusu işləyirsiniz. Test topusunu işlədikcə, məsələn, biologiya 1-ci hissədən bitkilər aləminə. Testi işlədiniz, bitirdiniz, sonra yoxlayın. Hansı suallar səhv çıxıbsa hər birini kitabın üstündə sualın nömrəsini
nömrəsini işarələyin və bunu kitabın üstündə eləyin. Yəni dəftərdə eləməyin, çünki dəftər sonra itir, batır və tapa bilməzsiniz. Ona görə kitabın üstündə hansı sual səhv yazmısınızsa, sual nömrəsini işarələyin və tamamilə kitabı bitirin. Yəni birinci hissə məsələn bitdi, keçdiniz ikinci hissəyə. Eyni şəkildə bunu ikinci hissədə eləyin. Ümumiyyətlə işlədiyiniz bütün test kitablarında bunu eləyin. İkinci dəfə işlədikdə, yəni bunu imtahana yaxın deyirəm, təbii ki, 11-ci sinifsinizsə. Biz 11-ci sinifdə son bir dəfə toplu işlənir. Baxın, o zaman bunu eləyin. Yəni son bir dəfə toplu işlədikdə işləyin, bitirin və qayıdın, yenidən işləyin. Yenidən işləyəndə bütün sualları işləməyinizə ehtiyac yoxdur. Çünki siz zaten o toplunu ən az bir 2-3 dəfə işləyibsiniz və artıq sonuncu dəfə işləyirsiniz. Ona görə artıq sonuncu dəfə orada çıxan səhvlər deməli o sualı bilmirsiniz. Həqiqətən, yəni o sualda çətinlik çəkirsiniz ki, son dəfə işləyəndə də o sual səhv yazıbsınız. Artıq əzbər bilirdi, o dərəcəyə çatır. Məsələn, mən artıq elə suallar var idi ki, o sualların cavabını əzbər bilirdim. Yəni suallar əslində başa düşmürdüm. Amma yəni artıq o qədər səhv eləmişəm ki, onu artıq cavabını bilirdim. Yəni bu sualları da işarələməyinizi tövsiyə edirəm. Səhvləri bir də işlədikdən sonra yenə səhv çıxacaq. Yəni o sualları yenə siz səhvsiz işləməyəcəksiniz. Və artıq bu dəfə səhv çıxanları yəni yekə bir kvadrata və ya dairəyə alın, fərq eləmir. Və bunu kitabın üstündə eləyin. Çünki zaten siz o kitabı bir də işləməyəcəksiniz. Kvadrata aldıqlarınızı imtahana bir həftə və ya 2 həftə qalmış. İmtahana bir həftə və ya 2 həftə qalmış. Başlayın o kvadrata aldığınız sualları işləməyə. Və işləyəndə sualın bəlkə də siz cavabını əzbər biləcəksiniz, amma başa düşərək işləyin. Çünki özəlliklə blokda toplu suallardan çox çalırlar. Yəni mən bunu həqiqətən blokda başa düşdüm. Zaten qəbullar işlədikcə də görəcəksiniz ki, özəlliklə blokda fərq eləmir. Məsələn, mən biologiya, fizika, kimyadan danışıram. Onu düşünürəm ki, yəni digər fənlərdə də elədir. Görəcəksiniz ki, çoxu toplu sualıdır. Ona görə zaten bu qəbullarda işləyəndə də görəcəksiniz. Ona görə toplu suallara çox üstünlük verin. Və təkcə toplu yox dediyim kimi, digər test kitablarında da fərq eləmir. Güvən ola bilər, dəyər ola bilər. Yəni bunu bütün kitablarda eləyin. Digər faktorlardan biri də çox sual tipi işləməkdir. Yəni sadəcə toplu ilə kifayətlənməmək. Məsələn, mən Azərbaycan dilindən toplunu heç 11-ci sinifdə yazmadım. Çünki artıq toplu sualını əzbər bilirdim suallarını. Sadəcə aradan bir-iki dənə sual seçib yazmışdım. Yəni gözucu bir-iki suala baxmışdım hər bölmədən. Bu şəkildə yazmışdım. Yəni sırf təkrar üçün. Azərbaycan dilində topludan əlavə MHM işləmişəm mən. MHM çox çətindir. Yəni çətin sual tipi istəyirsinizsə MHM işləyə bilərsiniz. Özəlliklə Azərbaycan dili, digər fənlər bilmirəm, amma yəqin ki, digər fənlərdə çətin olar. Və güvən işləmişəm. Ümumiyyətlə Azərbaycan dilində daha çox mətnə üstünlük vermişəm həmişə. Toplunun da mətnlərin hamısını işləmişəm 2-3 dəfə, amma əlavə mətn işləmək istəyirsinizsə güvəni tövsiyə edə bilərəm. Güvənin mətnləri mən düşünürəm ki, dilin mətnlərinə ən yaxın olan güvəndir. Digər test kitablarında mətni yaxşı salmırlar. Məsələn, mən Natiq Vahidovun da mətn kitabını işləmişdim. Daha doğrusu sınaq kitabı idi. Yəni içində qrammatika da var idi, mətn də var idi. Və mətn yəni heç yaxşı deyildi. Ümumiyyətcə dilimə uyğun salınmamışdı. Yəni imtahana uyğun salınmamışdı mətn tapşırıqları. Ona görə onu işləməyi tövsiyə etmirəm. Əgər yəni mətn kitabı işləmək istəyirsinizsə, güvəni tövsiyə edərdim. Və toplunun mətnləri təbii ki, yəni dayanmadan toplunun mətnlərini işləmək. Riyaziyyata gəlsək, riyaziyyatdan vəsait olaraq təbii ki, toplunu işləmişəm. MHM-in sınaq kitabından istifadə eləmişəm. MHM də riyaziyyatda sınaq kitabı həqiqətən yaxşı idi. Yəni keyfiyyətli sınaq kitabı idi. Onu işləmişəm. Onu da dəfələrlə səhvlərimə baxmışam. Yəni işləmişəm, qayıtmışam, təzə səhvlərə baxmışam. Bu şəkildə işlətmişəm. Və unutdum deməyi, mən DİM 20 də işləmişəm. Həm Azərbaycan, həm riyaziyyat fərq eləmirəm. Bütün fənlərin DİM 20 kitabını işləmişəm. Və düşünürəm ki, DİM 20 də yəni imtahana uyğun salır və yaxşıdır, yəni kitablar keyfiyyətlidir. Riyaziyyat, Azərbaycan da fərq eləmir, onların da hamısından DİM 20-dən istifadə eləmişəm. Eyni şəkildə ingilis dilində də toplu, DİM 20 və əlavə bir kitab var idi. Hal-hazırda adı yadıma düşmür, amma kitabın şəklini tapsam bura bir yerə qoyaram. O sınaq kitabı idi. Onu bizə müəllimə aldırmışdı və yaxşı kitab idi. Ümumiyyətlə listening və reading hissələri yaxşı idi. Sadəcə biraz qrammatika hissələri imtahana uyğun, yəni dilimə uyğun deyildi. Biologiyaya gəlsək, mən biologiyadan 29 yazmışdım və biologiyadan, yəni deyərdim ki, ən çox biologiya işləmişəm. Həm
çox kitab işlətmişəm, yəni test kitabları. Biologiyadan toplu işləmişəm, topluları dəfələrlə işləmişəm, güvən işləmişəm, dəyər işləmişəm. Time test kitabından istifadə eləmişəm. Onun da şəklini bura qoyaram. Mən düşünürəm ki, özümü biologiyada time-la inkişaf elətdirmişəm. Time və ABC kitabı, onu da bura qoyaram şəklini. Time və ABC-ni işlədikdən sonra mən düşünürəm ki, biologiyam qat-qat artdı. Çünki mən biologiyadan həmişə zəif idim. Yəni sınaqlarda ən az 7-8 dənə səhvim çıxırdı, hətta bəzən çox çıxırdı. Amma time və ABC-ni işlədikdən sonra mən getdim imtahanda 29 yazdım. Hər bölmədə 40 sual olurdu və mənim 40 sualdan ilk işləyəndə, yəni 10 dənə səhvim çıxırdı, bəlkə də ondan da çox çıxa bilər, amma yəni ən azından 10 dənə səhvim çıxırdı və bu da əslində mənim biraz motivasiyamı aşağı düşürürdü. Yəni deyirdim ki, yəni bu qədərmi bilmirəm biologiyanı. Bu istərseniz biraz modumu salırdı. Amma qətiyyən narahat olmayın, çünki time çox çətindir. Time əslində buna görə işləyə bilərsiniz ki, time bir şey belə, yəni hansı ki, məsələn, siz 13 kitabda oxuyubsunuz, amma yəni diqqət eləməyibsiniz, time gətirir, onu salır. Yəni istəsəz bunu görəcəksiniz, yaxşı bir şeydir. Çünki imtahanda da biologiya, yəni ən xırda bir şeyi belə gətirib sala bilər və kitabda varsa, yəni o qayda kitabda varsa, ona salmağa da haqqları var. Siz biologiyada ən xırda bir şey belə onu işləməklə biləcəksiniz. Düzdür, çox lazımsız suallar var, hansı ki, köhnə illərin kitablarından salınmış suallar da var. Yəni o sualları müəllimlərinizə sorsanız, zaten müəllimləriniz deyəcək ki, yəni bu sual sizə düşə bilməz qətiyyən. O sualları işləməyin. Bir də onları əzbərləməklə başınızı xarab eləməyin. Yəni o sualları əzbərləməyin. Eyni şəkildə ABC də belədir. ABC-də amma deyərdim ki, yəni sualların demək olar 90% düşür imtahana. Yəni bəlkə 10% bizə aid olmaz. Yəni imtahana düşmə ehtimalı sıfırdır. Amma demək olar ki, 90% imtahana düşür və ABC-nin yeni nəşrini almanızı tövsiyə edirəm. Kimyadan da eyni şəkildə test toplularından istifadə eləmişəm, demirdən istifadə eləmişəm. Sadəcə bu ikisindən istifadə eləmişəm. Kimyadan da imtahanda 29 yazmışdım birinci imtahandan, amma ikinci imtahanda artırdım, 30 yazdım. Fizikadan isə yenə eyni şəkildə test toplusu və demirdən istifadə eləmişəm. Əlavə olaraq Oruc Şibliyevin sınaq kitabı var. Onun da şəklini bura qoyaram, əgər almaq istəsəniz. Bu kitab da yaxşıdır, yəni imtahana uyğun salır, imtahan tipli suallar salır. Həqiqətən sınaq kitabı yaxşıdır. Arxasında da qəbullar var. Almaq istəsəniz o sınaq kitabını ala bilərsiniz, onu tövsiyə edərdim. Və mənim deyəcəklərim bu qədər idi. Əgər əlavə sualınız olsa, yenə də şərh bölməsində yaza bilərsiniz, cavablandıracağım hamısını. Və eyni şəkildə hər hansı bir fəndən ayrıca video çəkməyimi istəyirsinizsə, onu da şərh bölməsində qeyd edə bilərsiniz. Başqa nə cür video çəkməyimi istəyirsinizsə, yenə də şərh bölməsində yaza bilərsiniz. Əlimdən gəldiyi qədər sizə dəstək olaram. Ümid edirəm biraz da olsa köməklik eləyə bilmişəm. Və əgər siz də mənə dəstək olmaq istəyirsinizsə, kanala abunə olub videonu bəyənməyi və aşağıda şərh bölməsində fikirlərinizi yazmağı unutmayın. Digər videolarda görüşənədək.